məlumatıma görə, yəni sizin bürclərin insan taleyində, xüsusi olaraq nikah məsələlərində ki, rolunla bağlı, kəbin məsələlərində, evlilik məsələlərində rolunla bağlı sizin araşdırmalarınız, tədqiqatlarınız var. Bu barədə istəyərdim bir açıqlama verərdiniz ki, yəni insan taleyində, insanların ailə qurmasında, həyatında, məişətində, yaşamında bürclərin o qədərmi əhəmiyyətli rolu var? Bu haqda bir qədər. Siz gözəl söhbətə toxundunuz. Bugün Azərbaycanda və dünyada qlobal ən yaralı yeridir. Ər-arvad münasibətləri. İnsan iki dəfə doğulur. Mən bunu bir neçə yerdə də demişəm. İnsan bir anadan lüt üryan doğulur. Bir də ailə həyatı quranda. Balaca vaxtı doğuldunsa, bu qismətli doğulub doğulmamağından asılıdır. Bürclərin mənfi və müsbət bürc altında doğulanda problemləri çox olur. Müsbət enerjili adamların problemi çox olur. Ona görə ki, onlar daha kamil, ağıllı dünyaya gəlirlər. Mən belə deyərdim. Onlara yüngül bir dənə tərbiyə bəs edir. Ancaq mənfi enerjili insanların demək olar ki, problemi çox olur. Əgər o ata-ananın, valideynin sözünə baxmırsa, 24 yaşına kimi düzgün tərbiyə almırsa, o problemlərlə üzləşir. Mən bunun şahidiyəm. Mən ümumiyyətcə Azərbaycanda demək olar ki, Sovet dönəmindən 85-ci ildən 91-ə kimi məşğul olmuşam. 91-dən mütəmadidə bütün Azərbaycanı gəzib bir baba dərviş kimi. Hər bir ailədə olub, ər-arvadların söhbətindən nümunə götürüb mən bu cədvəli tərtib etmişəm. Ona görə ki, ən vacib məsələdir ki, bu günlərim, bəli, evlənəndə sevgi üzərində qurmaq olmur. Sevgi üzərində qurulan bürcü düz gəlmirsə, ailələr tez dağılır. Ona görə də əvvəlcədən bürclər əsasında ailə həyatını qurmaq lazımdır. O ünsürlü insanlar birinci növbədə o ünsürlülərlə yaşamalıdır. Mən demək olar ki, Azərbaycanda 25 min, 50 min ər-arvaddan, yenə deyirəm ki, məsləhət söhbətim olub və görmüşəm ki, o ünsürlülə torpaq, su ünsürlülər problem yaşayır. Əgər ailədə bürc, nikah düzgün qurulmursa, o ailənin təməli düzgün qurulmur və ailədə pərakəndəlik yaranır, tərbiyə söhbəti keçirir ikinci, üçüncü plana. Uşaq düzgün böyümür o ailədə. Əgər düzgün seçim edib bürc əsasında evlənən ailələrin hamısında problem yoxdur. Ona görə ki, onlar ər-arvad eyni zindana vururlar. Söhbətləri eyni gəlir, əqidələri, məsləkləri. Yəni ona görə də bu günlərin bürc əsasında evlənmək birinci fenomen söhbətdir. Bunu mən bir astrolog kimi, bir peşəkar astrolog kimi bunu deyirəm. Yüzlərlə arqument faktlara söykənib deyirəm bunu. Mən nə qədər Azərbaycanda yüzlərlə, minlərlə mənim bəlkə də pərəstişkarı var. Mən ekrana biraz gec çıxmışam, ancaq yetişmişəm, mənim 60-cı baharımı yaşayıram ömrümün. Mən ömrümü bu xalqıma həsr etmək istəyirəm.